Bacılar yığışıb səni evləndirəcək. Xeyirlisi Allahdan. Həm istəyirəm, həm istəmirəm. Quran olmasın. Çünki 2 ay mən bir sənə çəkdim. Allah. Nə bilim, qurbanım Allah. Bəlkə də Allah belə bilir. Bəlkə də mənim eşitmədiyim, mən bilmədiyimi Allah görür, bilir. Ona görə məni uzaqlaşdırır. Bəzən qurbanım Allah, inciyirəm. Uca Allahımdan. Amma sonra deyirəm, yox, belə olmaz, incimə olmaz. Allah bildiklərini biz bilmirik. Biz nədən qorxuram, sabah həyatdan gedəndə heç olmasa məni bastıran adam olsun, heç olmasa tabutumu daşıyan adam olsun. Dinsiz nə deməkdir? Amin inşallah. Sağ olun, edəsin. Biraz çok sonra. Belə işlər. Tabii ki. Uf Allah sana vurmalım ya. Deniz doğrudan değilsen. İnsanların tezgahında karşılaşırsan öğrenci sevmediğim bir hissiyat var ve insanların tezgahında karşılaşırsan öğrenci benim ki de benim şimdi sözüne sevmediğim bir hissiyat var ve insanların tezgahında sözüne sevmediğim bir hissiyat var ve insanların tezgahında
Bəs mən sizə deyəndə hələ bu xırda bir şeydir, qurbanım sənə. Hələ onları bu mənə qarşı çıxan kütlələr var idi. Onlara hələ ay Allah, Allahdan qorusunlar onlar, qoruya bilsələr. Onlara Allah Taala'dan bir sənə qədər şikayət eləmişəm. Görürsə həyat bumerangdır. Kim kimə neyini qabağına çıxır. Və siz bilmirdiniz, yetimə qarşı çıxanda, yetimi şərləyəndə, yetimi adına ləkə gətirəndə siz xəbəriniz var. Mənim anam, nə olsun mən anamla danışmıram, neçə ildir uşaqlıqdan belə. 34 ildə 2 dəfə, 3 dəfə əlaqəmiz olub, CV yazımız olub. Və həyat belə gətirir. Adını siz deyin. Bəs mənim anam eşitdi ki, mənim tutulmağımı ünsüt keçidi o insan. Başa düşürsünüz, ən azından onun oğluyam mən. 9 ay mənim bətnimdə saxlayır. Siz bilmirdiniz, bəs bunu Allah yerdə qoymayacaq. Hələ sizi nələr gözləyir? Vay, vay, vay. Здравствуйте, Salih Bey. Rada вас видеть. Нас свобода. Мерина, спасибо, большое спасибо. Мой родной. Sekiz gün belə, 2 gündə bölmədi abi, 10 gündə belə deyək. 10 gün 10 il deməkdir ya abi, biz sənə nə deməkdir? Bəs mən neçə günlərlədir ah tökürəm, mən neçə günlərlədir Allaha şikayət eləmək sizlərə xəbəriniz var. Mən maskayı sürə-sürə kaskanın güzgüsünü taxıram belə, danışıram, ancaq Allahla danışıram. Sizləri tapşırmışam Allaha. Göz yaşı tökə-tökə kaskanı bağlayıram ki, kimsə mənim göz yaşımı görməsin. Bəs Allah onu qoyar qalsın yerdə. Qoymaz, təbii ki qoymaz. Təmiz olan adından ləkə gətirmək birbaşa ən böyük günahdır. Yığışmışsınız ki, məni yıxmaq üçün, əlinizdən gələn eləyəsiniz. Və bilmirsə, uca Allah var, böyük Allah var. Onun qarşısında kimsə ala bilməz, heç kim ala bilməz, heç kim. Siz ətrafınıza güvənirsiniz, amma mən uca Allahıma güvənim. Görün kim güclüdür. Heç nə olmayıb. Hələ olacaq, onların hələ gözləyir və hamınız şahid olacaqsınız. Salam Salih, salam. Aleyküm salam. Neyse canlım bağlayayım. İnşallah olabilsin birazdan girin. Sabah xeyir ol. Her vaxtınız xeyir. İnşallah. İnşallah Allah her zaman beni eşidib. Ne eləmişəmsə, kimdən şikayət eləmişəmsə Allah qat-qat cəzasını verir. Yəni siqareti də sən tərk etsəydin, yaxşı çəkməmişəm. Günü bir olsa çökmüşəm, vapşa çökərim ya abi. 23'te başlamışım çəkməyə. 2023? 23 yaşında. Yaxşı çəkməmişəm ya. Vallahi siqaretinə də tork salat. 59 çox sağ ol. Bu elmar deyil abi. Bununla bir görüşürüz gözəl qardaşlar. Özünlər də balıq da jastmır. Bir o yaxşıdır, bir de opsiyon. Elman ne var ne yok? Sanım başı. Sağmatçılığı. Bilirsən ya Allah. Formada da gördüm bak. Yaxşı sağ ol. Sonra konuş olsun. Canın başına sen.
vəziyyət. Ne oldu? Sonra üşüttüm. Görən nə olur da abi? Yaxşı. İnşallah. Görən nə olur. Danışarıq, təklifdə tutarsan. Qulluğum var abi. Çok sağ ol. Allah'a emanet. Çok sağ ol. Sağ ol. Melina, спасибо большое. Neyse, canlı bağlıca millet. Allah'a emanet olun. Her vaxtınız xeyir, çok sağ olun. Düzdür siz. Canlı bağlıcam hələlik. İki də işlərim var. Yekunlaşdırın bunu. Hələlik millət. Allah'a emanet olun, dua edin. Xeylisi Allah'tan.